Alim Qasımovu tənqid eləyiblər, özü də öz ustadı tənqid eləyib. Söhbət kimdən gedir? Diqqətə çatdıracağım. Ümumiyyətlə, son vaxtlar Alim Qasımovla bağlı belə çeşidli xəbərlər olur. Adətən rep deyilən digər məsələlər. Bu dəfə deməli, xanəndə Qəzəlxan Ağakərim Nafiz Apaya müsahibəsində bildirib ki, mən çoxdandır alimi tənbih etmirəm. Cavan vaxtı tövsiyələrimi dinləyirdim. Sonra xalq artisti oldu, məşhurlaşdı, ona görə heç nə demirəm. Və ustadı bildirib ki, Alim Qasımov institutu bitirəndən sonra tələbə kimi onun yanına gəlib. Onu da deyim ki, muğam ifa eləyərkən oturmağın da öz qaydası var. Məsələn, alim düzgün oturmur, çünki bunu ona öyrətməmişəm. Qəsdən öyrətmədim ona görə ki, o artıq elə şeyləri başqalarından öyrənməyə başlamışdı. O yerdə düz oturmur. Qafqaz xanəndəsi elə oturmaz, o İranlıların oturma formasıdır. O oturaq xalqlara aiddir, biz isə tərəkəməyik, biz diz üstündə oturmalıyıq.